Xoş gördük əziz dinləyicilər. Ukrayna-Rusiya ətrafında baş verən müharibə bilirsiniz ki, Trampdan sonra bir güya atəşkəsə doğru bir neçə görüşlər keçirildi və Ciddədə artıq 3-cü görüş də keçirildi. Müəyyən mənada güya atəşkəs barəsində nələrsə hazırlanmağa, razılaşmağa çalışıldı. Amma bununla bərabər Ukraynanın Rusiya ətrafında istər Suca istiqamətində, istər təzə açdığı cığır olan Belqorod istiqamətində o qədər şiddətli, həqiqətən Ukrayna ordusunun PUA hücumları ilə, o hansı ki Zelenski bildirirdi ki, biz milyonlarla PUA istehsal eləmişik və bu milyonlarla PUA-nı biz bugün sahələrdə görə bilirik. Artıq Kursk istiqamətindən müəyyən istiqamətdə çıxıb Belqoroda girən Ukrayna ordusu 30 kilometrlərlə irəliləyək gedib və bununla bərabər artıq yüzlərlə videolar var. Təkcə 2-3 gün ərzində yüzlərlə video var əlimizdə ki, Ukrayna ordusunun o PUA-ları Rusiya ordusuna nə qədər ağır itkilər verir. Və bununla bərabər Zelenskinin də bir açıqlaması vardı ki, Putin öldükdə müharibə bitəcək və Putin ölümünə az qalır. Bu ikinci bir məsələ. Yenə deyirəm, Ukraynanın döyüş bölgəsində Rusiyanın dərinliklərinə vurduğu zərbələrlə bərabər həm də bu PUA-lardan çox ciddi və geniş sürətdə istifadə edir. Və bu elə bir həddə gəlib çatıb ki, səhv etmirəmsə Solovyovun verilişində, televiziyanı xatırlamıram, orada Putinin mütəxəssisləri bildirirlər ki, bizim əskərimiz lazım olan dislokasiya yerinə çata bilmir və onun arxasını Ukraynanın PUA-ları məhv edir və demək olar ki, əskərlərimiz döyüş bölgəsinə lazım olan dislokasiya yerinə gəlib çata bilmirlər, yəni təmasa çata bilmirlər. Arxaları bu PUA-larla məhv edilir. Demək ki, Zelenskinin bildirdiyi bu milyonlarla PUA artıq iş başındadır və bu Rusiyaya ağır itkilər verməkdədir. Bəzi mənbələr bildirirlər ki, bu artıq məsələ 1-in 5-ə, 1-in 6-ya nisbətinə çatıb. Bununla bərabər Avropada son görüşdə, Fransada keçirilən son görüşdə də 17 milyar yenidən Ukraynaya vəsait ayrıldı. Və həm də biz bu günlərdə Avropada da çox sadə, çox sakitləşmiş, sanki yerinə oturuşmuş bir siyasət görürük. Artıq onlara da bir rahatlama gəlib. Üzlə olmasa da arxada sanki müəyyən məlumatları gizlətməklə Ukrayna cəbhə bölgəsində kifayət qədər yeni imkanlar əldə etdiyinin biz şahidi oluruq. Üçüncü bir məsələ, Avropada bildirilən həm Makronun çıxışı, həm digərlərinin çıxışında Türkiyəyə də bir müəyyən bir mesaj göndərildi ki, biz Türkiyədə olan hadisələrdən də narahatıq. Biz Türkiyəni Avropanın təhlükəsizlik arxitekturasında görmək istəyirik və müəyyən bu kimi isti münasibətlər də bizim üçün çox yaxşı məlumatlardır. Və sonda bir məlumat da sizə yaymışım. Bu BBC Rusiyanın xidmətinin açıqlamasıdır ki, düzdür, bizi çox narahat edəcək. Şəxsən mən çox narahat oldum burada. Burada BBC Rusiyanın ortaya qoyduğu indiyənə qədər Rusiyada ölən əskərlərin siyahısı, hansı şəhərə, hansı muxtar respublikaya nə qədər düşür. Mənə burada çox nəzərimi cəlb edən, çox maraqlı olan əlbəttə ki, Tatarstan və Başqırdıstandır. Siz təsəvvür edin. Başqırdistan bu müharibədə 4487 insan itirib. Halbuki Başqırdistanın 4 milyon əhalisi var. Tataristan isə 4371 insan itirib ki, Tataristanın da 5 milyon əhalisi var. Siz bir andan fikirləşin ki, 10 milyon Azərbaycan xalqı 4000 şəhid vermişdi və biz bu günlər o şəhidlərin hər yerdə ağrısını hiss edirik. Baxın, görürsünüzmü? Rusiya Türk millətinin qatilidir. Ona görə qıraqda oturub Turandan danışmaq, türkçülükdən danışmaq əlbəttə gözəldir. Biz də bunları istəyirik. Amma bu günləri Turanın başına, türkçülüyün başına ən böyük zərbə, ən böyük faciə məhz yenə də ruslardan gəlir, məhz yenə də Rus hökumətindən gəlir. Ona görə də rusların tərəfini saxlayan trollar da bilsinlər ki, Rusiyanın, Putinin apardığı siyasət orada yaşayan millətləri, əsasında Türk millətini qırmaq, Qafqazı millətlərini qırmaq, ruslara toxunmamaq, çünki ruslar birdən etiraz edirlər. Baxın, bu məlumatları da verdim ki, hər halda çox vacib məlumatlardır, bilək ki, vəziyyət hansı yerdədir. Təşəkkür edirəm diqqətinizə görə.